Sizə praktika verirəm. Dəftərinizi, ruçkanızı götürürsünüz. Sizə suallar verəcəm. Hər gün o sualları özünüzə verirsiniz. Bu sizə nədə kömək eləyəcək? Sizin beyniniz daimi olaraq təhlükə axtarır. Kim negativdədir, kim həyatından məmnun deyilsə, o insanların beyni daim təhlükə axtarır. Və o təhlükədən də çıxmaq lazımdır. Çıxırıq ki, istədiyiniz olsun. Ona görə yazırıq. Yazırıq. Niyə həyatım bu qədər gözəl dəyişir? Niyə həyatım bu qədər gözəl dəyişir? Bu sualı hər gün özünüzə verin. Cavab axtarmağa lazımdır. İlk həftə cavab axtarmayın. Sadəcə özünüzə sual verin və sakit qalın. Beyniniz özü cavab tapıb verəcək sizə. Və siz bu sualı verəndə buna aid olmayan heç nəyi görməyəcəksiniz. Uzaqlaşmağa başlayacaqsınız və bədəninizin reaksiyası dəyişəcək, fokusunuz dəyişəcək, axtarışınız dəyişəcək. Başqa yerə yönlənəcəksiniz, istədiyiniz şeylərə yönlənirsiniz. İkinci sual. Niyə hər şey mənim istədiyim kimi alınır? Ruçka verib götürün yazın. Niyə hər şey mənim istədiyim kimi alınır? Niyə həyatım bu qədər gözəl dəyişir? Adil, bəli, çox sağ olun ki, yazırsınız. Yazın, kimlər görmür, onlar dəyərləndirsin. Niyə hər şey mənim istədiyim kimi alınır? Yazdınız. Üçüncü. Niyə həyatımda hər şey getdikcə yaxşılaşır? Niyə həyatımda hər şey getdikcə yaxşılaşır? Niyə Allah mənə bu qədər gözəl qapılar açır? Niyə Allah mənə bu qədər gözəl qapılar açır? Qliyə salam. Niyə hər şey mənim üçün bu qədər rahat olur? Niyə hər şey mənim üçün bu qədər rahat olur? Xəyrə xanım, çox sağ olun. Niyə həyatımda hər şey yoluna düşür? Niyə həyatımda bu qədər gözəl möcüzələr olur? Cavab tapmadığınız Zaur Nəzrin cavab axtarmırıq. Siz sualı verirsiniz, beyin özü cavab tapacaq. Siz bilərək cavab axtarmırsınız. Siz hər gün bu sualları özünüzə verirsiniz və sakit qalırsınız. Sizə cavablar gələcək. Oturub cavab axtarmayın. Cavabı bilmirsiniz. Niyə özümü bu qədər rahat və xoşbəxt hiss edirəm? Niyə özümü bu qədər rahat və xoşbəxt hiss edirəm? Niyə mənim bəxtim həmişə gətirir?